Hamıya salam aleykum qaqalar. İnşallah ki keyfiniz əhvalınız yerindədir. Bugündən sizə hesabımı tanıdacağım. Bir neçə nəfər yazmış ki, qaqa hesabımın videosunu göstər. Göstərək də qardaşım. Belə bir dənə köpək balığımız var. Belə aldığım emojili seri katil seti var. Eşsiz başarıdan gələn belə set. Bunu da klassikdən 10 ucuya tək atmışdım. Bunlar da qalanları RP sezon. Ondan əvvəl 2 dənə Godzillalarımız var. Bir də bonus pesdən gələn set. Bunların rəngini də dəyişmək olur. Nadirlərdən deyək. Nadir elə çox. Bir dənə belə şey var. Çox adam yox deyə bilirəm. Amma burada ən altda mən. Bu Türkiyə setdə qəşəkdir. Bu çox adamda yoxdur. Mən bu VPN-dən almışdım. Bu çox adamda yoxdur. WoW yaradanlara verilir bu. Kasklardan da ki belədir də, normal kasklardır. Godzilla kaskı adı var. Eskilərdən də bu kasklar var. Gələk başlıqlara. Başlıqlardan da ki sezon kimi başlıq var, doğuşan belə qəşək. Quzu başı var, şirin. Ondan sonra yani bir panda başı var. Çox işlətdiyim başlardan biri sezonki maskası ilə. Qəşəng. Bu mənim favorimdir. Maska, oğru maskası. Bu Türk setində şapkası var. Bəyək ki WoW tasarımçısında başlıqları var. Açıqsı da var onun. Belə normal hər şey. Göz bandı var. Çox qəşəng. Gəldik maskalara. Deməli burada var. Belə 2 dənə xoşladığım maska var. Bir də sezon kimi maskası əfsanədir də. Bu da qəşəngdir. Ondan sonra keçək kombinliyə. Kombinlərdən çox işlətdiyim bu var. 300 əfsanə olanda verir bunu. Bu da var belə. Belə şeylər var da. Bunlar yəqin hamıda var. Bu da xoşuma gəlir. Ondan sonra da buradan qalan şeylər. Çantalardan əsas məsələ mənim bu Firavun çantam. Ondan sonra belə çantalarım var qəşəng. Gəldi şalvarlara. Buradan şalvarlardan normaldır da belə. Əqqablardan da ki bu 2-ci sezon əqqabısı var. Gəldik əsas məsələ silahlara. M4 qəşəng, altın tetik, səvzə savaşları, dostluq maçı. Bu da bu oyunun hamıya verdiyi. Bunların başını vuraq. AK-lər də belədir. M16'lar da yüksəltilə tək atmışdım buna. 2 dənə yüksəltilə var, bir altda. Skarım da ki çox qəşəng skarlardan biridir. Groza da normaldır. AUG 0 ucuya tək atmışdım. DBS-dəki belə də desən yoxdur. MK-da RP-dən gələnlərdir. Bu MK bilmirəm hardan gəlib, nəysə. Belə bir dənə silah var. Bunlar da RP-dən gələnlərdir. Getdik kəskin nişancılara. Kar. Ən xoşladığım kar desenim budur. Premiumdan keçən illərin tək atmışdım. M24 4 səviyyədir. Göstərəcəm də inşallah bunu atölyədən. AVM'lərin belədir 3 dənə. Bunların başını vuraq. Amerzat. Bunlar da ki normal silahlardır da, belə bildiyiniz kimi. Normal silahlardan. Uzi. Bu RP-dən gələn UMP, Uzi, Vector, Thompson, Bizon. Bunların hamısı RP. Bonus pesdən aldığım P90 zat var, yüksəltilə. 2'li pompalılarım belədir. 5'li pompalılarım Mighty Force Thompson. S12'ni Mighty'dən almışam. DBS RP-dən gələndir. Bunu da taxmıram. Xoşlamıram 7'li pompalını taxmıram. M200 də belədir. DP'lim, bu da MC desenləri. Tapancalar da ki belədir də. Gəldi yaxın döyüşə.
Bu Godzilla ödül yolundan aldığımdır. Bu da bilmirəm hardan gəlib. RP'dən. Buralar da belə tavalarım belə normaldır. Gəldi hançərim də var. Çox qəşəng hançərdir. Arbalet var da bir dənə FSO. İndi gələn maşın desenlər. Bir dənə UAZ'ımız var. Sedanımız 3 dənədir. Motosikletimiz var belə. Burada da bir dənə skuter var. Bacilərdən çox qəşəng elə bu bir dənə bu bacidir. Gəldik təkinə. Bunların başını bıraq, digərləri başını bıraq. Gəldik atölye əsas məsələ. Basdıq və 21 dənə gelişdirə bilir. Alevli Godzilla savaş baltası 1 səviyyə. P90'mız 4 səviyyə ölüm duyurusu. MK'mız 1 səviyyə, M16'mız 1 səviyyə, hançərimiz 1 səviyyə. Avqumuz var qəşəng, yağma sanılı 1 səviyyə, Uzi'miz var 3 səviyyə, SL'lərimiz 1 səviyyə, S12 1 səviyyə. Bunu da malitik almışam. Basa bildim 2 səviyyə, özüm basmıram. Buz diyar çıxmır da qardaş, iş orasındadır. Bizonumuz var 1 səviyyə, Thompson 1 səviyyə, M16 tək atdığım, ölüm duyurusu da belədir. 1 səviyyədir. Bu tava da, DBS də, arbalet də, UMP. UMP çox qəşəkdir, RP'dən gəlmişdi. Belə 5 pompalımız var 5 səviyyə, M7 var. Bunu ölüm duyurusu eləmişəm. Scar'ı da 2 səviyyələdim, bıraxdım. M24'üm də 4 səviyyədir belə. Bura. Buradan 121 dənə premium sandığım var. Buralıqda vaxt var, gördüyünüz üçün belə normaldır. Buradakı belədə. Dostlar, bu arada poprəlikləri, bələk poprəlikləri atmağı unutmayın. Atan hər kəsə təşəkkür edirəm. Ailim də 515, 767, 44, 506. Gəldik başarım puanlarına. Şöhrət. Başarım puanımız 7650'dir. Gəldik ünvanlara. Ünvanlarımız da belədir. İnşallah 100.000 abunədə PUBG bizə ya elit fenomen ya da üstün fenomen ünvanını verər. Bayraq, çərçivələr belədir. Avatardır, çərçivədir, nədir? Çərçivələrimiz də belədir. 5 dənə Fatih çərçivəmiz var. Bunlar da belə idi. Buradan da belə şeylər var. Bunlarla başım vuraq belə. Başqa nə qaldı? Başqa məncə heç nə qalmadı. Gələk bu M4'də kuşanaq. Buraya qədər izləyib like atmayanlar varsa like atıp abunə ola bilərsiniz. İndən hər şeyə təşəkkür edirəm. Sağ olun, salamat qalın.